Gülçin müəllimənin linkdə olan 3-cü sınağına baxalım. Deməli, birinci sınağımızda choose the correct sentences with the noun in the possessive case. Yəlik halda olan cümləni seçin. Yəlik halın qızıl qaydası mən sizə nə demişdim? Apostrof S-dən və apostrofdan sonra mütləq isim və yaxud da sifət üstə gələk isim gəlməlidir. Feil gəlsə, artikellar gəlsə, yəlik əvəzliyinin özü gəlsə, zaman zərfi gəlsə, ayıncılı feil gəlsə, bunlar yanlışdır. Baxırıq nəyə? A bəndində nə deyir? Nicky and his nephews' eyes shone with joy. Nicky və onun bacısı oğlunun deyək, ya da bacısı qızının, bacısı oğlunun, qardaşı oğlunun, bu oğlan cinsini bildirir, gözləri sevinc ilə parladı. İndi baxırıq, eyes gözlər bədən üzvüdür. Bədən üzvləri ortaq ola bilməz. Hər ikisində apostrof S olmalıydı. Nicky's nephew has found me a ticket. Baxaq, apostrof S-dir, adam adı deyil, apostrof S-lə düzəlir. Nephew burada isimdə özündən sonra gəlib, bu da həzlə uzlaşır, çünki təkdədir. Deməli, burada səhv yoxdur, cavab B bəndidir. C bəndinə baxaq, bax, Lee is leaving, bu davam edici zamandır, çünki burada feil ing var. Bu da bax, found, fail 3 var, verb 3, bu da has founddur, founddur. Burada Nick is already, zaman zərfi gəlib, done, bu da yenə indiki bitmiş zamanın göstəricisidir. Sonra baxırıq ikinci testimizə. Baxaq. Əslində bizə boşluqlar kifayət eləyir. In China, green is the color of the leaves and trees and symbolizes, simvolizə edir. O simvolizə edir. İndi baxırıq nəyə? Symbolizes burada elə bil he, she, itdir. Feil is qəbul edibdir. Feil olduğu üçün bunun qarşısına it qoymalıyıq ki, bunun mübtədası it olsun. It symbolizes nature and onun gözəlliyini. Beauty gözəllik deməkdir. Nə? İsimdir. İsimdirsə it, s birləşmiş formada üstə gələk isim gəlir demişdik. Ona görə ikinci hissədə olmalıdır it's. Baxırıq variantlara. Cavab eləyir C bəndi. Keçirik üçüncü testə. Üçüncü testdə education is an important part of, çünki sifət isim birləşməsi varsa, sifət üstə gəli isim varsa və o isim sayılırsa, ən artikli qoymalıyıq. An important part of, deməli, bir şəxsin həyatının, a person's life. Person da sayılan isim olduğu üçün qabağına e artikli qoyuruq. İndi baxın, bəzən bilmirsiniz ki, nə qoyasınız. Onda baxın, uşaqlar, nə eləyirsiniz? Burada ən importantı 100% əminik ki, ən important life part olmalıdır. Çünki part sözü sayılır, sifət isim birləşməsidir də. Ən variantlarına baxırıq. Bu çıxdı, bu çıxdı, bu çıxdı. Qaldı bu ikisi. Buraya ya e ola bilər, ya boşluq ola bilər. Mən də bax, bu person sözü sayılıb təkdənsə, niyə e-mi qoymayım ki? Ona görə C bəndi. Belə də tapa bilərsiniz. Dördüncü testə baxırıq. You have chances to plan your future. You can choose one of them. Baxıram sözümə. Deyir, sənin öz gələcəyini planlaşdırmaq şansların var. Sən onlardan birini seçə bilərsən. Deməli, only few olmur. Only a few olur. Burada bəri başdan bu variantı atıram. Sonra şanslar sözü cəmdə olduğu üçün mat sayılmayandan işlənir, çıxdım. A little sayılmayandan işlənir, çıxdım. A little sayılmayanda çıxdım. Cavab D bəndidir. Beşinci testə baxıram. Baxıram okeandır, okean adıdır. Deməli, ikisi də Z ilə olmalıdır. Z. Çünki Z artiklı bir dənə Z-ni qoyanda su hövzələrinə aid bir isimimiz varsa, orada sözümüz varsa, Z-ni qoyanda bir dənə biz göldə ehtiyatlı oluruq. Çaydır, dənizdir, okeandır. Bunlarda yəni düşünmədən Z artiklini qoyuruq. Biz deməli qayıdış əvəzliyi qoymalıyıq. Did they do all his work by? O deyir, onlar bütün tapşırıqlarını özləri etdilər, yəni onların özləri etdilər. Bizim mübtədamız Z-dir. They do all this work by themselves. Mübtədaya uyğun qayıdış eləyirik. Sonra baxırıq buna. Their of them has made this plan. Bu planı hansı hazırlayıbdır? Hansılar hazırlayıbdır? Baxın, özündən sonra of tələb edən whichdir. Which of? Why-dan sonra, whom-dan sonra və where-dan sonra of gələ bilməz. What-dan sonra of bilirsiniz necə olmalıdır? What kind of. Which of of-la işlənir. Deməli, cavab Y bəndidir. Yəni, burada siz of-u gördünüzsə, elə of-a görə which-i götürə bilərsiniz. Sonra baxırıq 8-ə. 8-də this is not my opinion. Bu mənim fikrim deyil. It is. O, bu müəllimin, ola bilsin, ya da bu müəllimlərin fikridir. Baxaq. Opinion isim sözüm var, yəlik al qoymalıyam. Mənim müəllimimin fikridir. Bax, bu getdi.
Sonra this teacher, this cəmdədirsə, teacher niyə cəmdə olmasın ki? Bu da səhvdir demək ki, getdi. Bu müəllimlər in, apostrof y'lik hal yoxdur. Bu da getdi. Burada baxıram, this cəmdədir, teacher, this təkdir, teachers cəmdir. Deməli, bu this'in yerinə this olmalı idi. Cəm, çünki bu teacher cəmdir deyə cəmlə uzlaşmalıdır. Bunu da çıxdım. Qaldı cavab Y bəndi. My teacher's opinion, mənim müəllimimin fikri və yaxud da belə ola bilərdi. My teachers cəmdə apostrof da qoya bilərik. Müəllimlərinin bir fikri ola bilər. 9-cu testə keçirəm. How sacks of rice did you bring? Sack of rice bilirsiniz nədir? Məsəl üçün, a sack of rice bir meşok, belə deyək, düyü deməkdir. Deməli, sack sözünə təbii ki, iki boşluğumuz var. Sack sözünə baxırıq. Deməli, ümumiyyətcə bir şey deyim. How var. How'dan sonra ya matchdır, ya many'dir. Sack cəmdə olduğu üçün birinci many olmalıdır. Bunları çıxdım. İkinci tərəfdə qalıram. Baxıram. İkinci tərəfdə fikir verəcəyim iki məqam var. Söhbət nədən gedir? Deyir ki, sən nə qədər neçə kisə düyü gətirəsən? Söhbət kisədən gedir ilə. Deməli, burada sack sözünü qayıdıb təkrarlamayıbdır. Qayıdıb təkrarlamalıdır əslində. Yəni, bu sözü biz burada tələb eləməliyik. Bu ikincidə a little sax-dən işlənməz. Yəni, burada elə bir nöqtədən sonra sax var. A little çıxdı mı ikincidən? Qaldı few ilə a few. İndi very-dən sonra article gəlməz. Very few ilə işlənir. Baxın, very much, very many, very few. Very little. Eyni qayda so üçün də keçərlidir. So much, so many, so few, so little. Və yaxud da very much, very many, very few, very little. Deməli, yenə deyirəm. Bax, ikincisi də nəyə baxdım? Very'dən sonra much, many, few, little gələr. Bax, a little'ları, ələri çıxdı mı? Qaldı 2 dənə variant. Bax, ən rahat yoracaqlar buymuş. 2 dənə variantım qaldı. Burada da how'dan sonra sex cəmdə olduğu üçün how many, səhv götürdüm. Sex cəmdə olduğu üçün deməli, burada much'ı silirəm, how many ilə few götürürəm. 10-cu testə baxaq. Deməli, baxaq, relative pronoundur. Robin Hood is a legendary hero. Deməli, əfsanəvi bir qəhrəmandır Robin Hood. Lived in Nottingham with his wife and his followers. Öz davamçıları və həyat yoldaşından bu bölgədə yaşayıbdı. Deməli, əfsanəvi bir qəhrəmandır. Kimdir qəhrəman? Aha. İndi baxın, burada canlı isim var. Bu bir düsturdur. Baxın, bunu sadəcə əzbərləmək lazımdır. Canlı isim, üstə gələk who, üstə gələk feil. Canlı ismin var, hero. Feilin var, var. Bura who da qoya bilərik, zət də qoya bilərik. Onu bilin ki. Variantlara baxıram. Who veribsə zət verməyəcəkdir. Cavab C bəndidir. Anladınız? Bu qədər sadə. Düsturucu tətbiq edirəm. 11-ə baxıram. 11-də my colleague likes traveling. Mənim deyir, kolleqam deməkdir. Kolleqam deməli səyahət eləməyi xoşlayır. So he puts money aside. Ona görə də kənara pul qoyur. Deməli, cümlə nə cümləsidir? O kənara pul qoyur. Cümlə nədədir bu cümlə? Bax, buradadır da boşluq. Nədədir cümlə? Təsdiqdədir. Deməli, eni ilə işimiz yoxdur. Özdə eni ilə işimiz yoxdur. Qaldı some, no, some eləmə. No qoymuram. Niyə qoymuram? Deyir ki, səyahəti xoşlayır. Səyahəti xoşlayırsa o kənara pul qoymalıdır da. Qoyur demək ki, bu da getdi. Deməli, birinci təsdiq cümləsi olduğu üçün oldu some. Və o for the next holiday. Gələn hər həftə, o hər həftə gələn tətil üçün kənara pul qoyur. Week duranda every week olur da. Nə demək istəyirdim? Hər həftə deyəndə each week yox, every week işlədirik. Deməli, some və every. Deməli, bu cümlə təsdiqdədir. Qoydum some, burada every week. 12. At the top of the mountains of the Caucasus, you can find waterfalls and lakes. Qafqaz dağlarının zirvəsində sən deyir ki, şəlalələr və göllər tapa bilərsən. Qafqaz dağları həmişə Z ilə işlənir, çünki dağ qrupudur. Bu da oflu birləşmədir. At the top of. Bu belə bir birləşmədir ki, Z ilə işlənsin. Bu da dağların zirvəsində Z şəklində qoydum. Z. Cavab C bəndidir. 13-ə baxıram, derivativ nounları soruşur. Bu yel dəyirmanı mürəkkəbdir, getdi. Məndən düzəltmə soruşur. Sonra countryside getdi, mürəkkəbdir. Sonra baxıram nəyə? Direction, istiqamət, advertisement də elan deməkdir. Bu directdən yaranıb,
Bu da advertise. Bax, sözün kökü budur. Elan etməkdən yaranıb cavab Y bəndidir. Burada success, uğur sadədir. Light, işıq sadədir. 14-cü testimizə baxırıq. 14-də nə deyir? Children must spend time in front of TV. Uşaqlar mustn't mənfi mənada veribdir. Uşaqlar televizorun qabağında yəqindir ki, çox vaxt keçirməməlidirlər. Time da burada zaman mənasında sayılmadığı üçün qoyuram much time. Çox vaxt keçirməli deyirlər. Məsəl üçün, obislər niyə olmadı deyim. Time isim olduğu üçün allotdan sonra isim gəlməz. Few özündən sonra cəm istəyər, many cəm istəyər. Only a little olardı. 15-ci testə baxıram. Cümlə qurmaqdır. Is this your coat? Bu sənin pencəyindir. Çünki pencək isim olduğu üçün isimdən işlənən qoyuram. Və burada yours isimsizdir. Bir dəqiqə. Burada yours isimsizdir. Burada bizim isimimiz var. Ona görə 2-ni çıxdım. Hers də isimsizdir. Bunu çıxdım. Yerdə qalanlar hisdir, herdir, yourdur. Bunların üçü də isimdən işlənir. Ona görə cavab 1, 3 və 5 A bəndidir. 16-cı testə baxıram. It is really interesting. O deyir, həqiqətən maraqlıdır. All cars in the garage are red, but only is white. Okay. Deyir ki, qarajdakı bütün maşınlar qırmızı rəngdədir, amma ağdır. Nəsə ağdır, digəri ağdır, nəsə belə bir şeydir. Baxaq, burada isim var, amma burada isim yoxdur. Diqqətli oluruq. İsmin varsa. Deməli, theirs'dən sonra isim gəlməz. Getdi mi? Ours'dan sonra isim gəlməz. Deməli, Ayşəxlar, mən bu testə baxdım. Bu testdə səhvlik var. Niyə? Çünki all as a cars olmaz. Birincidə. İkincidə him gəlib burada mübtəda olmaz. Sonra burada da her qoyuramsa, bura. Her qoyuramsa, herdən sonra isim olmalıydı. İsim yoxdur, getdi. O cars isim olduğu üçün theirs olmaz, ours olmaz. Bu testin əslində düzgün variantı belə olmalıdır. Bəlkə çapda səhv düşüb. Our olsa düzgün olardı ki, it is really interesting. All our cars in the garage are red. Bizim qarajdakı bütün maşınlarımız qırmızıdır. Yalnız hers, onunki is white. Hers is white. Onunki ağdır. Bunu yəni orada çap xəttası nəzərə almasaq, yeni götürərik. Amma burada ours, our şəklində olmalıdır. 17-ci testimizdən davam edirik. Deməli, possessive case soruşur. Baxaq. Students' exam results satisfied both the parents and the teachers. Deyir ki, şagirdlərin imtahan nəticələri həm müəllimləri, həm də valideynlərini məmnun elədi. Baxaq, şagirdlərin imtahan nəticələri. Bax, gözləyirəm hələ. Money is not-dur uşaqlar. Deyirəm, ayala, bu nədir burada? Money is not. Bax, apostrof S-dən sonra isə demişəm, birbaşa isim gəlməlidir, amma not gəlibdir. Deməli, 2 gəlik ola bilməz. This little boy toys səhvdir. Niyə? Bu, balaca oğlanların oyuncaqları. Çünki this cəmdə olduğu üçün orta sifət girib. Onu elə bilin ki, yoxdur. Bu oğlanlar olmalıdır. This-dən sonra boys cəmlənib apostrof qəbul eləməlidir. 3 də yanlışdır. Jack is everything. Tamam, is feil ing gəlib. Davam edici zamanda çıxdım. O köklük is one of the most common problems in today's world. Baxın, burada veribdir. Today-dir, yesterday-dir, tomorrow-da apostrof S-dən düzəlir. Deməli, cavab 1 ilə 5-dir. O deyir bizim A bəndimiz. 18-ci testimizə baxıram. 18-ci testdə there was a pass on the canal. Pass cığır deməkdir. Dar yol cığır. Deməli, baxaq. Oldusa, oldan sonra sait cəmlənməlidir. Deməli, ikinci getdi. Every'dən sonra gələn isim sayılan və təkdə olmalıdır. All side, every side olur. Bu da getdi. Each side, both sides. Deməli, cavab 1 ilə 3-dür. Ümumiyyətlə, bir şey yadda saxlayın uşaqlar. Each-dir, every-dir. Bunlar özündən sonra sayılan, amma tək isim istəyirlər. Burada bax, each side sayılan təkdir. Amma every-də, silim, every-də cəmdə veribdir. Amma bunda təkdə veribdir. Both-la all-da cəm isim istəyir. Both cəmlə veribdir, all amma təkdə veribdir. Deməli, bu yanlışdır. Keçirəm 19-a. Browns, baxın, böyük hərflə yazılır və cəmlədir. Deməli, bu soyaddır və soyadların qabağında Z olmalıdır. Gəlin variantlarına işləyək. Bunu çıxdım, bunu çıxdım. The Browns are popular family in, bax, məşhur ailədirlər. Sifət və isim birləşməsi var. Deməli, family-də sayıldığı üçün a popular family qoyasınız. Deməli, Z artikli olan burada ikinci boşluqda getdi. Qaldı B ilə Y bəndi. In the village, kənddə.
Bu da məkan bildirən sözdür. Yəni bu bir birləşmədir, belə deyək, inzivilit şəklində işlənir. Bir də deyirəm, Brown soyadı bildirdiyi üçün baxın böyük hərflə yazılıb və s varsa, deməli bu soyadı Z qoyuram. Popular, məşhur, ailə, sifət isim birləşməsi gördüksə və bu söz sayıldısa family sözü kimi, yəni gələn ismimiz mütləq en qoymalısınız. Bu da inzivilit şəklində istifadə olunur. Keçirəm 20-ci. Baxın, apostrof s-dən sonra idili feil gəlib. The storm has damaged the house. Evə deyir tufan, deməli ziyan vurdu. Bu getdi. Bu da səhvdir. Niyə? Z artikli var, böyük hərflə başlayıb. Deməli bu soyaddır. Soyaddısa s apostrof olmalı idi. 2-ni də çıxdım. Convention of the Rights of the Children has helped to transform children's lives. Şagirdlərin yaşayışlarını dursun. Children make up a large part of the world's population. Bax, world dünya sözü apostrof s-lə düzəlir. 4 də doğrudur. The conventions help people. Conventions helped olmaz. Apostrof s-dən sonra feil gəlib. Deməli bu yəlik hal deyil. Burada deməli 3 və 4 doğru cavabdır. Cavab oldu A bəndi. 21. 21-də simple noun, sadə isimlərimizi seçirik. Gəlin baxaq, friendship getdi, unemployment anına görə getdi. Sonra baxırıq, doğum şəkilçisi var, getdi, ion, tion var, getdi. Cavab C bəndidir. Mosque, məscid, island, ada, treasure isə xəzinə deməkdir. Sizə bir şey öyrədim, universitetdə müəlliməm öyrətmişdi. Treasure me, qədrimi bil deməkdir. Treasure me, qədrimi bil. Keçirəm 22-ci sözə. Send this letter to Mr. Brown. Deyir, altdan xətt çəkilmiş, nə deyir? Choose the correct pronouns to underline words. Altdan xətt çəkilmiş sözlərə düzgün əvəzliyi seç, amma xətt çəkilməyibdir. Güman ki, burada xətt çəkmək istədiyi send this letter, bir də Mr. Brown'un altdan xətt çəkmək istəyiblər. Deməli, göndər bu məktubu Mr. Brown'a. Məktub cansız və təkdədir. It, Mr. Brown'da to obyekt halı olduğu üçün him şəklində qoyuram. Hər ikisinə obyekt qoydum. Niyə? Çünki burada feildən sonra gəlib obyekti. Burada da to sözündən sonra gəlib. Feildən sonra və to sözündən sonra biz obyekt halı qoymalıyıq. It, him cavabı varsa, hə, var. Deməli, bunu nəzərdə tuturmuşlar. 23-cü testə baxırıq. Hotels are in the center of the city and of them has a park. Deməli, burada bizim fikir verəcəyimiz xəbərə baxırıq. Has verib, tək xəbər veribdir. Baxın, mostun qaydası necədir? Mostun qaydası elədir ki, most əgər özündən sonra cəm alıbdırsa, cəm xəbər istəyir. Sayılmayan tək alıbdırsa, tək xəbər istəyir. Eyni qayda mostda da var, samda da var. Bax, burada da most of them, onların əksəriyyəti. Them əgər burada cəmlik bildirirsə, mostu qoysam, burada have olmalı idi. Deməli, mosta görə bunu çıxdım. Sonra baxıram, ən rahatı. Burada tək xəbər istəyən bir dənə naizədir. Çünki oldu, budur, tək xəbər deməli. Bax, bir-bir izah edeyim də. Mostu izah elədim də. Mostun, yəni burada zem cəm veribsə, həz olmalı deyildi, həv olmalıdır. Bu getdi. Gəlin baxaq B bəndinə. B bəndi keçidə Azər ola bilər. Amma səhv nədir burada? Sam'ı qoysam, some hotels birbaşa birləşmir. Some of the hotels olur. Bunu da çıxdım. Sonra baxıram bura. All'u qoysam, all of them has a park olmaz. Oldusa cəm xəbər olmalıdır. Bu da oldu, ona görə getdi. Qaldı C bəndi. Baxın, indi gəlin qoyaq. Both hotels are in the center of the city. Hər iki otel də şəhərin mərkəzindədir. Both cəm isim istəyir, cəm xəbər. Neither of them, onların heç birinin parkı yoxdur. Nazitə tək xəbər istəyir. 24-də baxıram. People over there are friends of. Baxıram burada nəyə? O və here, o və there. O və there uzağı bildirdi. Deməli, mənə burada ya z, ya zoos lazımdır. Mənim də people sözüm cəmdə olduğu üçün deməli lazımdır zoos. Birincidə zoos olanı saxlayıb çıxıram bunları. İkinciyə baxıram ki, burada nöqtədən sonra isimim yoxdur. Deməli, isimsiz forma lazımdır. Bu da ours. Cavab D bəndidir. 25-ci testdə. Deməli, deyir, polis nəfəri qapını tıkıldadırdı. A policeman was knocking at the door. Bir dənə polis nəfəri qapını tıkıldadırdı. Carol has two friends. Carol'un iki dənə dostu var. Of them live in England. İngiltərədə yaşayır. But of them is English. İndi gəlin baxaq. Bunun iki dənə dostundan söhbət gedirsə, biz postdan istifadə eləməliyik. Bu getdi, bu getdi, bu getdi. Birinci tərəf postdur. Both of them, hər ikisi İngiltərədə yaşayır. But var. Ancaq İngilis deyirlər.
Anladınız? But varsa, bura boşdursa, burada da but varsa, bura inkar məna olmalıdır. İnkara da bizim köməyimizə neither çatır. Özdə baxın, neither-ni gətirib qoyanda da düz çıxır uşaqlar. Baxın, neither of them. Is tək xəbər qoydum mu? Neither ilə üzləşdi mi? Burada da both qoydum. Both'un da xəbəri leave cəm veribdir də. Leaves olsa tək olardı, düzdür. Deməli, but olanda da bura təsdiq, both'dan. Burada inkar. Keçirəm 27-ci test. Baxırıq, 3 cəmdir. Yəni 3 və 3-dən yuxarı rəqəmdir. Üzündən sonra isim cəmlənməlidir və cəmdirsə apostrof istəyir. 1 doğrudur. Tom və Saranın atası. Onlar niyə olmaz ki? Çünki bunların bir dənə atası ola bilər ki, bunlar bacı qardaş olsunlar. Sonra Z artikli varsa S apostrof olmalı idi. 3 yanlışdır. This actor's performance doğrudur. Niyə? Çünki this təkdir, aktor təkdir. Apostrof S-lə düzəlir. Amma burada men cəmdə olduğu üçün Z those olmalı idi. Cavab 1, 2, 4 A bəndidir. 28-ci testdə. If a person has got motivation, he or she will make progress. İndi progress sözü sayılmır və təkdədir. Meni cəmlə işlənir, getdi. Sonra baxaq. Əgər bir insanın motivasiyası varsa, o deməli uğur əldə progress daha çox belə deyək, çox uğur əldə eləyəcək. Motivasiyası varsa, çox uğur əldə eləyər, yoxsa az uğur əldə eləyər? Təbii ki, motivasiyalıdırsa, çox uğur əldə eləyər, eləmi? Yəni biz burada progressin qabağına çox sözü qoymalıyıq. A little-la little az mənası verirmi? 2 variantımız aradan çıxdı. Bax, qaldı 2 dənə variantımız. İndi baxırıq bura. Əgər bir insanın az motivasiyası varsa, çox uğur əldə eləyər, inkişaf eləyər? Yox. Az motivasiyası varsa, çox inkişaf eləməz. Ona görə tərcüməyə oturmadı. Amma bu düzgündür. Deyək, əgər bir insanın a lot of, çoxlu motivationu, motivasiyası varsa, much, çox da progress eləyər, inkişaf eləyər. Yəni, burada little az mənasını verdiyi üçün B bəndində. Yəni, burada sənin az motivasiyası varsa, çox inkişaf eləyər. Bu məna oturmurdu. 29-a baxıram. A friend of mine ola bilər, ours. A friend of söz önüdür. Burada gəlməlidir söz önündən sonra. Bu bir birləşmələrdir adətən. Bunu if, məsəl üçün, a friend of mine mənimki, yours səninki, his onunki, hers onunki, ours bizimki, yours sizinki, zeyr sonlarınki. İsimsiz işlənən forma gəlməlidir. Gave, verdi, maraqlı kitab. Gave, feildir elə, uşaqlar burada. Gave, vermək, feildir. Feildən sonra nə gəlməlidir? Obyekt hal. Obyekt hal axtarırıq. Burada we adlı xaldır. We-ni çıxdıq. Sonra her isimlə işlənir, çıxdıq. Mine mənimki isimsiz formada çıxdıq. Deməli, sonra zeyr isimlə işlənir burada. Ofdan sonra isimli forma yox, isimsiz forma. Özdə hədə bunlar gəlməlidir. A friend of his, onun dostu. Onun dostu ona verdi, gave him, obyekt halda buradadır. Cavab B bəndidir. Sonra 30. Deməli, nə elədik? Burada feildir. Feildən sonra obyekt hal lazımdır. Bunu çıxdım, bunu çıxdım, bunu çıxdım. Qaldı 2 dənə variant. 2 variantda da ofdan sonra isimsiz forma olmalıdır. Zeyr isimlə işlənir. Cavab 10 oldu B. Baxıram 30-cu testdə plural nounları soruşur. Baxağın, iş orasıdır ki, cavab burada B bəndidir. İcısı təkdədir. Radio cəm görünür, amma radio sonu o ilə bitsə də sadəcə S-lə cəmlənir, ona görə səhvdir. Mən drivers, bu səhvdir. Niyə? Mən komponenti və yaxud da men, mən və yaxud da woman sözləri birinci hissədə gəlibdirsə, hər ikisi cəmlənməlidir. Mən də drivers də cəmlənməli idi, bu da səhvdir. Cavab A bəndi niyə səhvdir? Deməli, deer, swine cəm ola bilər. Reindeer sözü də cəmlənmir. Deer necə S şəkilçi qəbul eləmirsə, reindeer də qəbul eləmir. Və reindeerin mənası şimal məralı deməkdir. Təki də cəmi də olduğu kimidir. Təkdə deyirəmsə, reindeer, cəmdə deyirəmsə, eləcə reindeer şəklində istifadə olunur. Cavab B bəndidir. Sizəs qayçı, oxen öküzlər, women də qadınlar deməkdir.